Əlbəttə ki, mən də təbrik edirəm. O qədər sevinçlə danışdım ki, Mehdi müəllim, elə dərin əzdən eşidirəm bir söz var, deyir ki, Azreyilin yadından çıxarsan. Belə bir deyim var. Mən istəyirəm ki, Mehdi müəllimi bir ürəkdən əl çalaq almışlayaq. Dostlar, özünə biraz fəal olmaq lazımdır. Biraz fəal olmaq lazımdır. Günlərdə gör. Mehdi müəllim, bizim elimizin, obamızın hamımız bilirik ki, şəxsiyyətli, layiqli, qeyrətli oğludur. Hamı da onu tanımayanlar da, başqa regionlardan da tanıyırlar. Deyirəm, gedirəm Mehdi müəllimin yubileyinə. Deyirəm, biz o kişini tanıyırıq. Demək ki, Mehdi müəllim tək Dərələzdə yox, bütün Azərbaycanımızın hər bir diyarında tanıyırlar. O gözəl həzin duyğulu səsinə görə. Əlbəttə ki, birinci insanlığına daxili. Heç xaricdən də elə əsl Azərbaycan kişisən, var olasan. Mən səni öz adımdan da, anamın adından, bütün ailəmizin adından, hamının adından təbrik edirəm. Allah taladan arzu edirəm ki, bugünkü gün 50 yaş, gəlsin 60, 70, 80, 90, 100. Allah Vahid müəllimə can sağlığı versin. Mənə 100 il ömür arzulanmıyor. Amma mən istəyərdim ki, 110 olsun insan ömrü. Biraz da çox olsun. Hər insan yox, sənin kimi şəxsiyyətli insanlar. Bir daha təbrik edirəm, Fayda xanım. Çox sağ ol. Həmişə evimizin qızısan, evdə babada olasan. Sən gözəl anasan, gözəl bacısan. Mən sənə çox istəyirəm. Çox sağ ol. İndi siz icazə verirsiniz. Mehdi müəllim bugün mənə yazıb ki, nəhəng gəmi mütləq olmalıdır. İndi onun için de birinci nəhəng gəmini oxuyub. Sonra keçərəm o biçim mahnılara. Gəlsin mahnımız. Bir daha gözünüz aydın olsun. Həmişə o belə gözəl günlərdə görüşək. Ver olasın. Eşq olsun. Ver olasın. Dərələzlərə eşq olsun. Hayqı xanım. Sənin var olsun. 100 yaşasın. Var olsun. Bəstir aldattın bizləri, yüzün oldu birin verdin, yolda qoydun sən gözləri, ana babadan ayrıldı, ata yollarda yoruldu, içimdə dərdim qoruldu, nədən aldattın bizləri?
çatmış, yarı yola salan dünya. Uşaq kimi aldanmışam, zəhərini baldanmışam. Canı sal, can vermişsən, canı candan alan dünya. Ey fırlanan əngəli, saxla düşmək istəyirəm bu dünyanın yüzündən. Mən görüşmək istəyirəm. Ey fırlanan əngəli, saxla düşmək istəyirəm bu dünyanın yüzündən. Mən görüşmək istəyirəm. Mən görüşmək istəyirəm. Dünya qalan dur yerimdə, yerim göz üzərimdə. Gözün çıxsın sənin dünya, gözün qalıb əllərində. Gözün qalıb əllərində. Gözün qalıb əllərində. Elbette ki, dünya güzel dünyadır. Gelin dünyamızı bir el çalalım, alkışlayalım. Bugün Mehdi müəllimin güzel günüdür. Bundan güzel dünya olur. Vay, Recep müəllim de buradadır. Recep müəllim deyir, damınızdan damcı akır. Damınıza qurban mən olum. Birinizin xatirinə ay qabaqlılar. Hamınıza qurban mən olum. Gelin qabaqlı kendini bir ürəkdən el çalalım ya. Ben istəyirəm ki, indi oyun mahnıları oxuyam. Burada analar var, bacılar var. Biraz fəal olalım. Gəlin bir yaxşı rəqs edəyək. Sonra mən sizlər üçün başqa muğam parçalar oxuyaram. Gəlsin, de görüm kimin var səndən başqa. De görüm kimin var səndən başqa. Axıyan istədim işlər başqa. Gəl sevək biz, aşıq olaq biz. Hər kəs yalan olsun bizdən başqa.
mənimdir. Ha, deyirsən Arab kim mən? Məni çirdisiniz. Hər ayına bir dənə işdən daha nətərdir? Bir dənə çay. Sağ ol. Bir dənə çay. Sağ ol. Bir de maaş şehir desin de o okudukça. Kim desin? Gəl, mənim adı var. Var ol Enver, var ol. Şakir. Yani fazla ha? Yani. Koy bir dakika. Allah Resulü'ne Bu da şahit, bu da kapanlıdır. bu güzel sözler Resulü'nün sözleri yani bilirsiniz. Bizim elimizin, babamızın böyle şahsiyetli olduğu. Bu işe olsun. Bir danışım. Ali salam. Sağ ol Ali, sağ ol. Kazan alaram. Bak. Ali öpürəm səni. Ya bu eşidəmirəm ki. Bu niyə belə eləyir ki? Ha belə başqa məsələ. Öpürəm səni. Var ol Ali, var ol. Qazan alaram. Eşidəmirəm, sən ürəksən, Əli. Səni həqiqətən çox istəyirəm mən. Hacan? Mən də öpürəm, var o Əli. Öpürəm, sağ ol qardaş, sağ ol. Alaramiz. Sensiz dışarıdan baharın yazın. Susup uçamam, diller bir çarır, diller bir çarır. Mail Məmmədli Asima, o kadınlara gözlük bu şehirdi deyərəm. İdəli oldum yendələlər, əziləm və tən yaxşı ayətlər. Əziləm və tən yaxşı, gelməyən kətən yaxşı. Gəzməyə qəlbə bir şey ölməyə və tən yaxşı. Əziləm arxa harayım, aman, çağırıb arxa harayım, gəlib qadar kədər, gəlib yadar kədər, çağırıb arxa harayım. Aman aydan açarım. İravanda xam kalmadı, İravandan xam kalmadı. Aynı sana kaldı, gözünü sen, gözünü kaldı, gözünü sen. Baharın can kalmadı, baharın
o ayrı olsun. Pulu yeşiye atırlar. Pulu yeşiye. Yeşiye de. Hadi de bundan sonra. Bundan sonra.
için almışam, özünü sevdim, yanaya salmışam, özünü sevdim, yanaya salmışam. Sevdim namusun, sevdim namusun. Sevdim namusun, sevdim namusun. Ne olmuşsun, gerçek yandı. Ne olmuşsun, gerçek yandı. Ne güzel hanımdı, o ben canımdı. Ah ne güzel hanımdı, o ben canımdı. Mübarek olsun, mübarek olsun. Ak gülüş, ak gülüş, mübarek olsun. Mübarek olsun, mübarek olsun. Ekmeğim ak gülüş, mübarek olsun. Mübarek olsun, mübarek olsun. Kardeşim ak gülüş, mübarek olsun. Mübarek olsun, mübarek olsun. Ay Mehdi'm, senin bu güzel günün, ak günün, 50 yaşın mübarek olsun. Azizleyem eşk olsun, var ol. Bir daha tebrik ederim. Var ol kardeş. Çok yaşayasın, var olasınız. Hamınızı öpürəm, bağrına basın. Yok bu değil, bu değil, bu değil. Göz. Orada dursan dur. Selamünaleyküm. Hayırlı uğurlu olsun inşallah. Bugün benim doğum günüm. 60 yaşım. Ben de oğlan evlendi, kız evlendiriyorsun sandım. Nice sağlıklı yaşların olsun inşallah. Əziz qonaqlar, ne olur bu baba müəllimi alqışlayaq da ürəkdən. Doğum günü kutlu Sağ ol, olsun. Alqışlar gəlsin, alqışlar gəlsin. Var olun. Birinci ağır mahnıdan başlayaq. Elimdeyim kan çobanı, gelip deyim kan çobanı, yaylasını bilim olanlar, yaylasını bilim olanlar, kulağım batıp naharlar. Sanatın basayımızın üstüne bahar günlerde yüzeceğiz. Dünyanın maviyle bakmayın. Vay 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 vay. Ne güzel şey kendi, ne güzel şey kendi. Allah eyvallah.
çek kendini. Sağ olun, var olun. Həmişə evdə babada görüşürük. Sağ olun. Raqub. Çok sağ ol baba bağlı. Bir daha sana teşekkür ediyorum. Allah sıfır eylesin. Allah seni kalamadan. Vatanda eski eylemesin kardeşim. Hemşe o talabatın sesini eski olmasın. Çok sağ ol. Burada bizim kadınlarımız olsun. Bizim Derelenzi'nin kadınların ziyanları, Kerman Ramazan. Nəcibə xanıma söz ver, Nəcibə xanıma. Ben burada bizim yeni kızımız olan Nezime Hanım'dan söz vermesiyle Nezime Hanım zahmet olmasa görsün bura. O da merkezden var. Şehir dini. Teşekkür ederim söz verdiğinize göre. Konakların her birini salamlayıram. Mehdi müəllimin bu güzel gününde geldiğiniz için her birinize ben de öz adımdan teşekkür ederim. Mehdi müəllim Qərbi Azərbaycanın fəxridir deyərdim. Bizim ellilərin fəxridir deyərdim. Hoş geldin. Təbrik edirəm. En güzel sözleri deyirəm. Məhəmməd müəllim yanına, Məhəmməd müəllim yanına gir. Təbrik eləmək qalır. Bir ses var. Sirli, sehirli. Bir ses var. Vətən ətirli. Bir ses var. Həzin, rengarenk. Əfçalarında bir ahəng. Dağlar qədər əzəmət var bu səsdə. El obaya sədaqət var bu səsdə. İnsanlığa məhəbbət var bu səsdə. Bu səs Mehdi'nin səsidir, Mehdi'nin səsi. Ana laylası tək safdır, təmizdir. Sanki bir sehirdir Mehdi'nin səsi. İnsan dinlədikcə ruhu dincəlir, nəğmədir, şeirdir Mehdi'nin misalı. Söz misalıdır, təmiz ad, ar, namus. Türk kamallıdır. İkidə yaraqdır Mehdi'nin səsi. Güc alıb dağların əzəmətindən. Tanrım pay veribdir öz qismətindən. Gözəl dərələyədin təbiyyətindən. Təmiz, saf qulaqdır Mehdi'nin səsi. Vətən həsrətinin yolundan keçib. Şəhid yanğısının acısını içib. Qərbi Azərbaycan yolunu keçib. Xoş gündən soraqdır Mehdi'nin səsi. Sanki bir bulaqdır Mehdi'nin səsi. Allah səsini var eləsin Mehdi müəllim. Ad gününü səmimi qəlbdən təbrik edirəm. Var olasınız. Çok sağ olun Nezme Hanım. Teşekkür ederim minnettarım. Az zahmet Allah. Burada bu bizimle yerli olan Gərbi Azərbaycanın Dərələz Mahallının Türk kəndində olan güzel siyahımız Elmlər filosofu Əsrət Teyminin başı əforu, aparısı Ceyhun Məlumundadır. Ceyhun Məlumda Baba baxın, bizim Dərələz çəkişlərdə həmişə girişlərdə bir yüzdə olsa şeydir. Maşallah YouTube'da da güzel izləyiciləri var. O da böyük zəhmət çəkir. Hala bunu da belə saxla. Belə saxla qoy. Söhbət vurğulayım ama mən gedirəm. Və mənzilə müsahibə gəldim. Mənzilə xoş gəlmişsən. Dərələzlərin məclisində həmişə evimizdə ovamızda görüşək. Hamı üzrə bir bağırma basılan inşallah yeni görüşünə yürüyün. Bir daha təbrik edirəm. Buyur. Çok sağ olun, teşekkür ederim. Ben de çok kısa danışacağım ama xahiş edeceğim. Baba müəllim bir daha ben her vaxtınız xeyirli olsun deyirəm. Bizim için çok değerli bir, önemli bir gündür, andır, dəqiqələrdir.
Dərələz qəzetinin 15 illik yubileyindən sonra Mehdi müəllimlə tanış oldum. Sözün həqiqi mənasında onun səsinə, bəlağətinə heyran qaldım. Biz də həsrət evi olaraq bilirsiniz ki, qərbi Azərbaycanların haqq səsini dünya istifadəyə çatdırmaq üçün sosial medyadan istifadə edirik. Artıq 70'ə yaxın veriliş çəkmişik. Mən burada inanın o qədər durumlandım ki, 15 illik Dərələz qəzetinin yubileyində baba müəllimi gördüm. Amma mən Dərələyəzinin sözünə görə baba müəllimi yəni boynuma alıram, təşkil edib, məsələn, hər zaman qulaq asırdım. Mənə deyirlər ki, işte, İnüstə mənə deyirlər ki, qardaş, sənin bu başqa bir mahnı tanımırsan səni, baba müəllim. Bugün mən baba müəllimlə bir yerdə, bunu mən bir daha şahid oldum ki, mən çox sevincliyəm ki, bugün baba müəllimlə biz yan-yana dayanmışıq. Allah ona uzun can sağlığı versin, elimiz babamızın dəyərli oldu. Həsrət evi olaraq biz sizlərin xidmətinizdəyik. Bugün də inşallah 60 illik yubileyi işıqlandıracağıq. Allah sizi var eləsin. Mən Raqub müəllimə təşəkkür edirəm ki, məni dəvət elədi. Mehdi müəllim çox sağ olun. Allah sizə özünə can sağlığı versin, əziz qardaşım. O gün olsun sizin növbəti yubileyinizi Dərələz muhabbət keçərək. Çox sağ olun. Söz verdiyinizə təşəkkür edirəm. Sağ olun, Ciyir Bağlı minnətlərə təşəkkür edirəm. İnşallah. Bəli, təşəkkür Baba müəllimə, eşq olsun sizlərə, əziz dəyərli qonaqlar. Gecəmiz davam edir inşallah. Yalandan belə saxla, qoy dursun, mən qaban yolu Allah saxlayam. sizləri hər bir divan eləsin. İnşallah növbəti təqdimatımız olacaq, amma təbii ki, yardım müəllimə təqdimat olmasın inşallah. Məhət xanım, buyursun zəhmət olmasa, xanımlar. Allah sizə iman edesin, Məhət xanım. Hoş gəlmişsiniz. Sizlərdən bir təbrik keşfini inşallah sizə də təbriklər qoşulur. Allah sizə can sağlığı versin. Həmişə gözəl günlər arzu edilməyinizi. Buyurun. Ben söz verdiğinize göre size teşekkür ederim. En evvela bugünkü günde bizim Dərələyəzlər, bizim Dərələyəzlər bir yerde görməkdən mənim hayat ne kadar acılarla dolsa, hicran gelmiş saçlarını yolsa da güzeldir. Bu acılara sinirlenme, tam kendine güzeldir. İnsan ki var, emanettir. Pervazlanar çiçek gibi, sonu yine güzeldir. Özel günde sevincini paylaşarsan aşar, taşar, çoğalar. Kederini paylaşırsan gem yükünü azaltar. Bugün Mehdi müəllim öz hayat sahnesinin 60 illiğini qeyd edir ve bizi bura ondan ötürü toplayıbdır. Bugün onun sevincine biz de öz sevincimizi katarak bu güzel günleri, bu güzel saati daha da yadda qalamaq üçün biz bura toplaşmışıq. Ona göre de Mehdi müəllimin sevincini bire 10 sevinç katırır. İnsan hayatı çok garip bir yolculuktur. Bu yolculuk bazen zirveye kaldırır, bazen dereye indirir, bazen düze çıkartır, bazen de özünden aslı olmayan sebeplerden dolayı onu öz geçmişinden, öz bedeninden, öz ilginden ayrılır. Öyle bir anlar yetişir ki insanın ruhu yorulur ve o böyle anlarda ruhunun neye ihtiyacı olduğunu yol arayıp aktarmaya çalışır. Yani insan derk edir ki iller boyu onu ayakta saklayan, onu yaşatan milli değerlerinden onu doğmalı. Yani bu doğmalı en başlıca aileden gelir. Sonra onun tohumlarından, sonra onun elinden, obasından gelir. İnsan o zaman terk edir ki iller boyu onu ayakta saklayan, onu yaşatan mesele
nə konfortlu həyatdır, məhz bu doğmalıq hissləri, doğmalıq duyguları insanlarına sağlayan. Bu anlarda Mehdi müəllim, mən sizə 100 il ömür yaşamağı arzu edirəm, dilək edirəm. Əlbəttə ki, bu bir arzudur. Lakin Allah Taala'nın hər bir insana bəxş elədiyi bir ömür payı var. Sizin payınıza düşən ömür Allah'tan arzum budur ki, öz doğmalarınızın ətrafında 100 ilinizi qeyd edəsiniz. Mən sizin haqqınızda düşünəndə hər zaman xalqlardan belə fikirlər gedir. Aşırı dərəcədə vətənpərvər, çox təəssübkeş, mərd, qeyrətli, gözəl səsə malik olan, gözəl qiraətçi, gözəl ailə başçısı. Bütün bu gözəlliklərin sırasını, sayını artırmaq olur. Lakin ümumilikdə götürəndə bu illər ərzində bu qədər gözəllikləri öz şəxsində bütövləşdirərək, formalaşdıraraq, siz bizim Azərbaycanımızın, bizim qərbi Azərbaycanın əsasən də Dərəl Əzim təxlisiniz. Siz Dərəl Əzimizin səsini, adını yüksəltmək üçün əlinizdən hər nə gəlirsə onu da edirsiniz. Bu yolda sizə uğurlar diləyirik. Allah Taala'dan arzum budur ki, növbəti yubileylərinizi öz elimizdə, öz obamızda, elə isti suyumuzun gözəl təbiətində edirsiniz, doğmalarınızın nəticəsində. Çıxışımın sonunda Arzu Əyyar qızının və Ramil Əhmədoğlu'nun sizə həsr etdiyi şeiri oxumaq istəyirəm. Əzbərləmək üçün zamanım olmadan üzürlü sayılır. Yaşımın üstünə bir yaş da gəldi. Qoy kədər qəm olsun gəmi Mehdi bəy. Səsini hər zaman xoş eşidən biz şən ruhla döylənsin Mehdi bəy. Ümidlər tükənməz, diləklər qoşar. Arzumdur, əməlim çıxmasın boşa. Bu gözəl həyatı şad, hürrəm yaşar. Olmasın kədərin qəmi Mehdi bəy. Səsinlə adını salmısan dilə. Həyatın sükanı saxla bax belə. Rənglərin mizanın almısan ələ. Fırçanla tutmuşsan cəmi Mehdi bəy. Bir şehir seçimi etsen eğer, orada bir duygu var, orada melahet. Daha göklerle zayıf girer, eminim ben size emin Mehdi bəy. Yaşa ürəklərdə, yaşa həmişə. Könül bulandırma girenler düşer, dünyanın işi bu, güneşler düşer. Topla, ayıl, il, cəmil Mehdi bəy. Şirin səsin ilə aləmə səs sal. Bu gücün qüdrəti ilahidən al. Yığılar dövlənən pərvanə misal. Hər zaman gür yansın şənin Mehdi bəy. Bir daha Mehdi bəy. Çok sağ olun bana. Allah ısmarlasın. Uşaq sanki uşaqsın. Bəli, bəli. Sən məni bu evqatı gələndə necə? Sən nə oldu bə? Səməz əməliyyat olmuşdu, xəstə idi. Özündən. Mən də ödümə əməliyyata getməliydim. Vallahi. Deyirsən, canım başı. Sağ ol. Belə sifətdən tanıyıram. Şairələri yazıram. Belə deyir. Başın gəlmir bunlar. Mənim onların kimdən yaşı var. Məni yafə seçdim.
Ana belə su varak dikimdə. Belə zad idi. Gələcək bir şafalar içəmi? Ha, on olsun Allaha elə Necə oldu? Abi Mənzura xanımya durur getmir. Mənzura xanımya durmursunuz. Deməli, təbrik edirəm. 100 yaşa. Sağ ol kardeş, sağ ol. Zahid sağ ol. Məmbəd sağ ol. Çox sağ ol, çox sağ ol. Tofiq müəllim sağ olun, Tofiq ağlı. Tamamdır, mən səni orada təbrik edeyim. Arda. Nə münasibətlə? Bax, gömləyimdə piyan idim. Sen dostun da vay çalın. Sen dostun ne bir şey istiyorsan ya oturup görüşem. Kimdə o elə? Kamil. İskəndərov Famil. Baxın Mənzura. Qoy mən də gedim orada durum. Fərasətin vardır. O axşam mı? Hə, xəstə sənə burada görmən. Tebrik ederim. Ben de bir Hə? orada şey Ha, orada deyir. Adam kamçılardan biri eğitim alanını yazıyor. Bir evdə böyümüşük. Ən sevimli bir uşaq oldu. Yəni səhrə salmaq Uşaq vaxtı mən bunu yıxırdım ağlayırdı. Öz elə Keçələndən sonra döyürdük, qorxub qalmadı. Ben geçdim. Yoldaşı yine bir işte şu azlığı hayatı cümlen orada görüyor. Ha, bir orada söyleyip şiire bilirsen birisi şiire. Tam manasız dostlar. Demeyetim anda gönle güzel esiyor olmuşlar. Şimdi öyle. Buyurun. Demek ben Arzu Malım'ı size tanış edeyim. Arzu Malım bizim Dərələyaz mahalında tanınmış bir şəxsiyyət vardı. Rəhmətli Sevindi Hənifayev. Dərələyaz mahalında yaxşı vəzifələrdə işləyib, həmişə ermənilərə qarşı mübarizə aparıbdı. Axırda görüb ki, burada mübarizəyə son qoya bilmir. Ondan sonra gəlib Bakı şəhərində, Meydəbat şəhərində məşğullaşmışdı qəsəbəsində. Burada da Qursunun fabrikinin direktor işləmişdi. Demək, Allah kişiyə rəhmət eləsin, mən şəxsən o kişiyi tanıyırdım. Mənim atamla dostuydular, bizim evə gəlib gelirdi, biz onlara ruhları şad olsun, Arzu Malında elə bir kişilər oldu. O da Mehdi Məlimin gözəl dostuydu. Buyurun Arzu Malım. Həmçə birbirimize əməli demişik, çünki atalarımız o qədər yaxın, dost, qardaş, sevgilisi. Buna görə mən sənin yolunda eləmişəm. Elə də bilmişəm. Bugün sonradan çox sevmişəm ki, sən mənim yaxın dostum, qardaşım, əsər yoldaşım, Mehdi bəylə siz bir kollegiyada olmuşsunuz, iş yoldaşısınız, yaxın dostsunuz, məni şidət sevdim. Çox şad oldum, çox sevdim. Mehdi bəy bugün 60 illiyi, 60 dəfə gəldi. Çünki mən o 17-18 yaşında bizim baxılarını işləyəcək. Belə baxıram, saça baxıram, yaşa baxıram, evçilərlə gedir. Çox evçilərlə, bu həyatdır da, belə bir yolu keçməli. Bu günə də şükür, gözəl gündür, tarixi gündür. Bugün görürsən ən yaxın dostlar, onlar yaşmışlar. Gel yaşımda. Baxın bilmir. Bilmiyorum. Özel tarixi gündür, çox sevinirəm. Mehdi'nin haqqında mən çox şey deyə bilərəm, çünki əsərimiz bir yerdə keçmir. Həddən artıq çox danışılır. Onu bilirəm ki, Şəhərdə qalan ən xatirələrdən birini bilmək istəmişik. çoxdur. Mehdi bəyin yaxşı rəsm o vaxt mən onun qəşəng rəssamlığını bilirdim. Çox
ciddiliğim bilir. Özellikle çok böyle kalın vayda. Ben biraz sözümüzü yayınladım. Çok burası üniversite düşünmüştüm. Uzakta değil. Ancak neydi? Kanuni Samet adamıydı. Tertemmesi. Çocukluğun kalmadı. Ne bileyim, eski yoldaşlarından hemen başladı. Bu adam kullanırlar şey. Ben ancak yani bunu veremedim. Onun xüsusiyyətlərindən yaxşı dostluğu, etibarlığı, möhkəmliyi. Burada bizdeki sözümüzü, o Dərəliyə sözündəki işlərindən sonra o da mənə, mən də ona yapışdı. Ondan sonra devam elədi. Sonra qədər getirdik, kəskinlik doğru düşdü. Bizim olduğu belə, nəhayət, sağ olun. Mənə zəng edilməyə bundan ben çok sevindim. Bir de böyle yeniden görüştük. Peki mesela ne yaptık benim böyle bir şey? Ancak en güzel şey, uzun ömür, önce çok sana bu günlerde oturar, görüşe, bilgiyle, uzun ömür, sana sağlık. Uğurlar kardeşim, güzel gün. Çok sağ olacak size bir yardım yürüyene. Size çok şahane. Sağ olun. Ben bazen çok yaxşı açıqlamam ben arkadaşımın önündə tanışıqdan 84-cü ildə Asafın Mehdi qardaşımı yenə də təbrik edirəm. Allah sana uzun ömür, can sağlığı versin. Həmişə balaları ilə gəlsin. Əsgərlik yoldaşı, qardaşı. Sənə mənlərdən deməyəcəm çünki sənə bəylik yaraşı. Çünki nəyə görə bəylik yaraşı? Sən çox sənət özün bilirsin. Dərədə yazın tanınmış, sayılmış kişilərindən birisən. Allah sən tanınmış, sağ olasın. Allah həmişə yenə də kişiliyində, bəyliyində var eləsin. Bizə benim şey, şükranı belə sağla. Yenə də bir də Allah sənə uzun ömür versin. İnşallah sən gələn yükləyələri hamısında. Sənə özümüz üçün dua edirik. Bir yerdə qeyd edək. Təbrik edirəm. Çok sağ olun. Sözü veriyoruz. Mənzurə xanımla. Respublikanın tanınmış sənətkarı. Gözəl xanım. Çok sağ olun. Akşamınız xeyir olsun. Ben de herkes salam verəm. Mehdi müəllim, səni ürəkdən təbrik edirəm. Allah sənə can sağlığı versin birinci növbədə. Sonra da biraz puldan paradan versin ki bayrağa çıxa biləsin ki burada oturabilsən. İnşallah Fayda xanım da səndən ötürü əldən əvvəl gedir. Neçə vaxt bundan qabaq mənə deyir ki, Mehdi müəllimin ad günü olacaq, gəlməlisən. Mən indi toydaydım, bir də görüm uzun gəldim. Bu nədir? Deyəm, sənə demişdim, Mehdi müəllim yadından çıxmasın. Mən elə yarım saatlik toydaydım, çıxdım, bir daha sənin ürəkdən təbrik edirəm. Orada mənim anlayana görə nə gəlir? Almışlar gəlsin Mənzurə xanımın eşiyə. Dünya sevənlərin Dünya sevenler Gülme hareket sözü bu dünyadan şimdi eşkine yalnızım dünya giderlerim Gülme hareket sözü bu dünyadan şimdi eşkine yalnızım dünya giderlerim dünya Thank you.
Davulcu gelecek, burada davulcu özünü öldürür.